Siz mənim ekranımı görə bilirsinizmi? Bəs indi necə? Bizdən baxın. İndi uşaqlar belə. PDF görünür sizdə. Əla. İndi gəlin uşaqlar, başlayaq bu sizin qəbulunuzdan. Birinci məsələ nədir? Burada nəyi göstərmək istəyirəm? E, Baxsaz qrammatika mövzularından, bax buradan. Zamandan başlayaq 20-dən. Uşaqlar, zaman yenə olacaq, %100. Yəni, bunu belə də bilin və son günlərdə, məsələn, testini işləmək istəsəz, sabah üçün biraz zaman testləri işləyə bilərsiniz. Bu %100 belədir. İndi gələk zamana. Bir dənə siz özünüz də yada salmağa çalışın bu testi. Bax, fikir verin burada. When var. Elə deyil. When olanda biz nə demişdik? When-dən sonra, yəni when nədir burada? Bağlayıcıdır, elə deyil. Rahatsızda. Bağlayıcıdan sonra hansı zamanlar olmazdı? Bir dənə siz deyin mənə. Ümumiyyətlə bitmişlər olmaz, bəli. Bax, harda bitmiş var, çıxırsan, bu getdi. Sonra bu getdi. Bir də hansı getməlidir? Mən birini itirdim. Bir dəqiqə, baxın burada. Bir də uşaqlar, D-ni ata bilərsiniz. Have forgotten. İndiki bitmişdi. Əvvəlləri hansı zamanlardadır? Keçmiş. Bu da uzlaşmadır. Bax, getdilər. Ənənəvi dimin o çaşdırıcı məqamlarından biri qaldı iki dənə variant arasında. Belə olanda uşaqlar, müqayisə olanda çalışın, məntiqini tutmağa çalışın ki, hansı tərəf birinci baş verib. Onsuz B-də də, C-də də birinci tərəf bitmişdədir. O səni çaşdıra bilməz. Bax, fikir verirsiniz. Yəni, buna baxmağa dəyməz. Sən nəyi analiz eləməlisən? Buradan hansı daha əvvəl baş verib? Onu da nəyə əsasən baxıram? Baxıram ki, burada deyirəm xatırladım. Remember nə deməkdir xatırlamaq? Nəyi xatırladım? Qapını bağlamağı unutmuşam. Bax, indi siz özlüyünüzdə fikirləşin. Qapını birinci mən bağlamamalıyam, elə deyil. Sonra onu unutmalıyam da. Bu hərəkət necə baş verdi? Birinci. Bu birinci baş verdiyinə görə avtomatik sən oranı götürməlisən keçmiş bitmişdə. Bax, belə bir məsələ. Ona görə doğru cavabınız qalır B variantı. Uşaqlar, zaman müqayisəsi olanda, bir daha təkrarlayıram, keçmiş sadə ilə keçmiş bitmişi müqayisə eləyəndə həmişə keçmiş bitmiş birinci gəlir. Yəni past perfect yadda saxlayın. Qısaca per yazıram bura. Bu həmişə birinci olan hərəkətləri göstərir. Bax, unutmayın. Past simple-sa bundan daha sonra baş verir. Yəni, zaman şeyinə baxsaq, zaman dilimlərinə. İki dənə keçmiş zamanı müqayisə eləyəndə past perfect-lə daha əvvəl baş verən zamanları götürürlər. Bax, unutmayın bunu. Past simple-lansa daha sonra baş verəndir. Və mən də baxıram ki, görürəm burada çıxdaşlarımdan sonra, sildim onu səhvən. Çıxdaşlarımdan sonra görürəm ki, B ilə C arasında qaldım. B və C-də hər iki tərəf eyni zamandır. Bundan razısız da görürsünüz. Da bu mənim işimi necə deyirlər, poza bilməz. Mən avtomatik baxıram, bax ikinci də eyni zamandır. Görə bilirsiniz? Deməli mən nəyə baxmalıyam? Mənim işim bu axırlandır. Fikirləşməliyəm görəsən oranı keçmiş bitmişdə götürüm, yoxsa keçmiş sadədə. Ondan sonra da gəlib analiz eləyəndə baxıram ki, o axırıncı gələn tərəf ilk baş verib. Yəni birinci gərək mən qapını kilitləməyim, elə deyil. Məsələn, düşünün ki, evdən çıxırsınız. Çıxdın, qapını kilitləmədin, metroya çatdın. Metroya çatanda fikirləşirsən ki, ayda qapını kilitləmədim, geriyə qayıdım. Deməli, onda bu proses necə baş verdi? İlk baş verdi, elə deyil. O ilk baş verən yerə qoyursan keçmiş bitmişi, xatırlama hissəsi də daha sonra olur deyə, ora nəyə qoymaq lazımdır? Keçmiş sadəni. Bax, ona görə doğru cavabınız olur B variantı. Məsələn, çox adam burada C-ni yazmışdım və yaxud nə bilim, başqa variantlardan götürmüşdülər. Belə. Bu aydındır uşaqlar fikrim. Nə demək istədim? Sualınız varsa deyin. Okey. İndi uşaqlar, gəlin biraz yuxarılara qalxaq. Bu 18 tipli sual inanmıram düşə bir də. Çünki də bir dəfə düşüb. Bunun əvəzinə inkar cümlə ola bilər sizə. Sonra belə tərcüməli bağlayıcı ola bilər uşaqlar. Despite-dır, although-dur, because-dur. Məsələn, belə bir şey düşə bilər. Əvəzilərdən was, all, each və belə bir şeylər düşə bilər bunun əvəzinə. Bu tipli bir şey düşünürəm.
Amma yenə də məsələn nəzər salmalı olsaq, yəni bu da o qədər çətin deyil. Bax, hər dəst qeyd edirik. Votdan əvvəl nə gəlmir? İsim olmaz. Elə deyil. Baxın, vot bağlayıcısı özündən əvvəl isim götürmür. Katit sözünü görə bilirsiniz də hər halda burada. Ona görə S-ni mən tərcümə ilə özüm demirəm ki, yəni tapa bilək də rahat qayda versiyada. Y-də problem nədir uşaqlar? Y-də problem odur ki, which-in ya özündən sonra, ya da özündən əvvəl nə olmalıdır? Nəyə gəlməlidir? Gəlməlidir. Yəni bu bir qaydadır. Sözcü, burada deyə bilərsiniz, road sözü var, amma uşaqlar, artiklsız isim gəlməlidir. Yəni, bu artikl biraz işləri korlayır. Yeri də ona görə çıxırsan. A ilə B arasında qalanda, burada bidamcı tərcümə mənə lazımdır. Çünki bir cottage, hansı ki, yola dönəndə, yəni yol sola dönəndə, elə deyil, haradakı yol sola dönür. Ona görə burada da A-nı götürmüş olur. Bəli. Sonra uşaqlar, gəlirəm 17-yə. Sual cümlələridir. Sual cümlələri yenə inanmıram düşər, çünki bu da düşür. Bunun əvəzinə böyük ehtimal sözünü ola bilər. İndi bu mənim necə deyərlər, e, fikirlərimdir. Ola bilər düşməsin, amma elə düşünürəm ki, sual cümləsi olmaz daha. Çünki bir dəfə düşüb. Və onun yerinə sözün düşə bilər. Amma bu da çətin bir sual cümləsi deyildi. Bax, fikir verin. Buradakilər hamısı nələrdir uşaqlar? Have to, had to, has to. Bunlar nə sayılırlar? Modal feillər. Elə deyil. Biz demişdik ki, bu modalların sualı inkar nə ilə düzəlir? Sual inkar uşaqlar. Do, does, did-lə düzəlir. Bəli. Bax, ona görə sən C-ni konkret atırsan, Y-ni atırsan. Bu sənə yaramaz. Elə deyil. Elə uşaqlar C ilə Y-ni variantdan çıxanda heç uyğunlaşdırmağa ehtiyac yoxdur ya. Bax, bu getdi. Sonra biz rəqəmlər pisdir burada. Bu da C getdi. C getdi, C getdi. Nə qalır yerdə? Y variantı. Da heç uyğunlaşdırmadım da. Amma belə uyğunlaşdırmaq istəsəz, have to keçmişdi. Ona nə götürərəm? Didn't-ı, keçmişə keçmiş. Has to-ya uşaqlar nə vermək lazımdır? Doesn't, elə deyil. Bəli. Have to-ya da nə götürərəm? Don't götürərəm. Sonra çıxdıq 16-ya yuxarıya. Uşaqlar, 16 əslində qrammatika deyil. Məsələn, çox adam fikirləşirdi ki, bu sözünü testidir, amma sözünü deyil. Bu sadəcə olaraq look-un ifadə vasitələridir və leksik bir sualdır, sözlə bağlıdır. Siz bunların mənalarını bilməliydiniz. İndi bu tipli bir sual düşərmi? Yenə düşəcək uşaqlar. İndi bilmirəm, phrasal verb kimi düşər yenə, yoxsa biz sizlə eləyirdik, bəzi testlər var idi orada ki, məsələn, məntiqi ardıcıllığa görə tamamla və yaxud da logical olaraq düzgün cümlələri seç. Yəni bu tipdə də düşə bilər. Sinonim, antonim kimi düşə bilər. Sonra nə bilim, orada müsbət mənalı sözü seç kimi düşə bilər. Ondan sonra əlavə olaraq deməli, müsbət mənanı dedim. Məsələn, insan xarakteri düşə bilər, xarakter bildirən sözlər, keyfiyyət bildirən sözlər və s. Onlara da baxarıq indi birazdan. Buradakı look up, elə deyil. Look up nədir? Lüğətdə söz axtarma. Uşaqlar, look like nə anlama gəlir? Kim deyər? Look like. Uşaqlar, look like bənzəməkdir, bəli. Görkəmcə bənzəmək. Look after nədir bəs? Look after qayğısına qalmaqdır. Look around bəs? Look around. Look around, bəli, belə ətrafına baxmaq, göz gəzdirmək və sonuncu look forward bu nədir? Səbirsizliklə gözləmək, bəli. Bir də uşaqlar bir şey soruşum. Look forward'ın yanında hansı sözcüğü olur? To. Bəs ondan sonra gələn feil necə olmalıdır? Bu C variantında. Yox, B1 olmaz. Look forward-da uşaqlar, look forward to olur, özündən sonra gəlir ayıncılı feil. Yadda saxlayın bunu da. Birdən də lazım olar. Look forward to ilə verilir. Look forward to. Üstə gəl. Ayıncılı feil. Yaxşı, unutmayın. Bu belə götürmək lazımdır. İndi çıxıram yuxarıya uşaqlar. Burada bir-iki də nüansı demək istəyirəm sizə. Məsələn, gələk fascinated sözünə. Bir dənə diqqətlə baxın. Fascinated özü nə deməkdir ümumiyyətlə, məna olaraq? Bax, valeh edicidir əslində. Biz bunu belə götürürük də, valeh edici. Amma məsələ orasındadır uşaqlar. Burada deceive zaten gedir, aldatmaq. Sözlərin içərisində var. Distract nədir?
fikrini yayındırmaq, bəli. Irritate-dəki irritə eləmək, o türklərin sözü var, irritə eləyir məni, yəni qıcıqlandırmaq. Bunlar getdi. O din bilir ki, siz tələbələr bu ikisinin arasında qalacaq. Son dövrlərdə bu dimin elədiyi şeylərdən biridir, triklərdən biri uşaqlar. Bir entertain arasında qoyur sizi, bir də interested-in arasında. Yəni tələbə də fikirləşir ki, fascinated sözü daha çox entertain-lə uyğunlaşar, valeh eləmək, əyləndirmək, amma uşaqlar bu daha çox interested-lə gedir. Məsələn, bunun mən sizə şeyi də göstərə bilərəm hətta. Bir dənə bura baxın. Görüm Cambridge-ə girmək olar buradan. Mənim ekranım görünür sizdə, yoxsa necə? Fikir verin uşaqlar. Bir dənə qoy o söz gəlsin. Bu lüğətdə ki, təsdiq istəyir. Hə. Bax, bura baxın. Görün bunun definition'a nə yazıb? Extremely interested. Görə bilirsiniz, B2 səviyyədə bunun şeyidir, həm sözdür, həm də ki, definition'da onu yazıb. Büyülənmiş, heyran olmuş. İndi məsələ orasındadır ki, təbii ki, bunu bilmək məcburiyyətində hamı deyil. Ola bilər indi bilməyəsiniz və yaxud da ora girib baxmayasınız, o başqa məsələ. Amma uşaqlar, mətn daxilində də burada fascinated əslində fikir versəz, elə şey mənasında, maraqlanmaq anlamında gedir. Yəni deyir, lakin nəsə var idi ki, həmişə onun haqqında nə edirdilər? Maraqlanırdılar. Yəni onlara belə deyək də maraqlı gəlirdi. O baxımdan interestedi götürmək olar. Yəni çalışın, uzun sözün qısası, sözümü nəyə gətirmək istəyirəm? İki variant arasında qalanda, sözlər arasında, oxşar sözlər olanda, mətndən biraz uyğunlaşdırın. Çünki bu da dediyim kimi dilin bir şeylərindən biridir. Sizi çaşdırmaq üçün, balınızı aparmaq üçün elədiyi versiyalardan biridir. Ona görə mətn daxilində də hansı mənanı verir, onu mütləq şəkildə bilmək lazımdır. Daha doğrusu diqqət eləmək lazımdır. Bu belə. Bir də uşaqlar, yəni qrammatikaya baxdıq, mətnlər də yəni belə çətin deyil əslində, mən elə fikirləşirəm. Və çox da bunların üstündə vaxt itirmək istəmirəm. Deyirəm keçək o biri suallara baxaq. Yəni məsələn, tutaq ki, fikir verin 11.3 məsələn. Bax deyirsiniz ki, baxan kimi bunun cavabı bilinmir. Takib sözləri. Dəyişməyinə dəyişib, amma uşaqlar çətin söz deyil də. Bax, weak nə deməkdir? Weak özü zəifdir, elə deyil, zəif. Weaken də olur zəiflətmək. Deyir, hipotermiya zəifləyəndə, nümunə üçün göstərirəm amma. Deyir, insanda unclear nə deməkdir? Unclear. Yəni qarışıq və təmiz olmayan nitq yaranır. Elə deyilmi? Gəlirəm, mən özüm üçün özdə uşaqlar çalışmalıyam, açar nöqtələri tapım. Bax, unclear sözü ola bilər, speech sözü ola bilər. Çalışıram, gəlim mətndən onu axtarım, mütləq şəkildə. Düşürəm aşağıya. Gəlirəm mətndə görəm ki, burada speech sözü olmasa da clear sözünü görə bilirəm. Yəni, ən azından bir oxşarlıq yaratmaq üçün. Clear var burada. Speaking var, qabağında trouble yazıb. Yəni görə bilirsiniz, danışmaqda problem yaşayır. Nə vaxt yaşayır o problemi? Intensify. Uşaqlar, intensify intensivləşməkdir. Əslində o vibe-ı da verir adama. Bax, diqqətli olun. İntensivləşmək, yəni artanda. Burada deyir artanda, orada nə deyir? Zəifləyəndə. Deyim, avtomatik bu nə olmalıdır mənim üçün? Avtomatik false olmalıdır. Yəni, məsələ orasındadır ki, biraz baxanda da diqqətli baxmaq lazımdır. Yəni, da yazmaq xatirinə yox. Sözlər də, yenə deyirəm, uşaqlar, çətin deyil. Bax, weak sözünü bilirsən, weaken qoşda olur zəiflətmək. Intensify, intensivləşmək. Biraz da uyğunlaşdırın da, çalışın bir balaca. Belə. Da indi hamısına baxmıram bu mətn suallarının. Yəni, sözümün canı nə idi? Bax, deyirdiniz, çox çətindir birinci imtahan, amma görə bilirsiniz, uşaqlar, çox da çətin versiyada deyil. Baxın, və normal demirəm, indi hamısını tərcümə eləyə bilərik. Amma azdan çoxdan bir məna çıxartmaq olar. Kimsə nəsə deyir. 14. Bəli. Eyni olacaq məncə. Hı -hı. Demək, Aytac, 14-də sən nə dedin? Anlamadım o hissən.
is hardly unnoticeable. Burada hansı variant idi cavab? Heç bilmirəm, yadımdan çıxıb. Şiddəti dəyişə bilir o mənada. Always life threatening. Əslində C də belə də müsbət məna vermir sözün düzü. Ya düz yazmalı düz yazmısın. Amma müsbət məna vermir çox da. Bunların arasına baxanda düz deyirsən. Bax burada no var, elə götürmüsən də hər halda. Burada an var, burada hardly var. Həm o da bir burada life, yəni təhlükəli mənasında götürmüsən. O da bir yoldur, belə götürəndə. Amma yəni C özü də müsbət məna deyil də. Bu da deyir ki, şiddət dəyişə bilər. Yəni fərqlənə bilir şiddəti. O cümlə hardadır burada uşaq? Bir dənə gözün baxaq. Depend on, bax fikir verin uşağa, bu cümlədə böyük ehtimal. Budurmu, yoxsa different place? Hər halda odur. How serious the problem is? Yəni, problem nə dərəcədə ciddidir, ondan asılı olur bunun deməli müalicəsi. Belə. Neysə, bunu da qoyuram burada uşaqlar. Neçə? Deməli 13. Uşaqlar, buna da baxaq, keçək artıq o biri əsas PDF-ə. Bunu sadəcə ümumi göstərmək istədim. 13-cü 3-cü paragraf hansı cümlə ilə başlayar? Uşaqlar, burada görə bilirsiniz ki, nədən başlayıb cümlədə? İlk olaraq insan birinci isti qalmaq üçün əsir. Elə deyil. Deməli, bunun simptomlarından danışır da mənə. Simptomdan danışır deyə doğru cavab kimi hər halda götürərəm burada. Dəqiqə baxaq. B ola bilər böyük ehtimal. Baxın, bir dənə uşaqlar gözləyim. C olar düzdür. Çünki burada main type yazıb uşaqlar. Və səbəb qeyd edir. Bunun səbəbindən danışmır ki, biz nədən danışırıq? Simptomlardan. When the body becomes cold, it reacts in different stages. Yəni, bədən soyuq olanda buna müxtəlif cür nə eləyir? Reaksiya verir. Və davamında da gəlib ki, ilkin olaraq insan başlayır əsməyə, sonra davamında gəlir əllər, nam nə deməkdir? Uyuşur, yəni keyir, sonra hərəkət biraz yavaşlayır, düzdür, C-ni götürmək olar. B-də səbəb yazıb uşaqlar. Biz burada səbəbini danışmırıq, niyə yaranır. Biz burada nədən danışırıq? Bunun deməli göstəriciləridən, o yadımdan çıxdı, nə dedim bayaq ona? Demək, simptomlarından. Bəli, ona görə C daha düz olar. Belə, uşaqlar, gəlin keçək bu biri PDF-ə və başlayıram birdən. Uşaqlar, fikirləşirəm ki, yenə də bu mənim düşündüyüm bir şeydir. Bir tipli sual düşər. Çünki çoxdan da düşmür belə bir sual tipi. Yadda saxlayın. Look like-ı bayaq da dedik. Look like nə deməkdir? Bənzəmək. Kiməsə bənzəmək. Elə deyil. Burada deyir ki, sənin dostun kimə bənzəyir? Burada hansını götürərik? Birinci siz deyin, ondan sonra daha doğrusu nəyə bənzəyir? Kimə bənzəyir? Düz deyil. What-la verib sualı. Sizcə hansı olar? Və handsome olar, və yaraşıqlıdır. Çünki bənzəmək olaraq götürə bilərəm. Biri də well-built-də, bəli, yaxşı bədən quruluşu olan adama deyirlər. Demək, 2 ilə 5 olar. Uşaqlar, burada əslində mən keçən dəfə deyəsən, bilmirəm, dedim ya demədim. Like-la bağlı 3 dənə ifadə vasitəsi ola bilər. Bunları yadda saxlayın. Nəsə bilmirəm, ürəyimə damıb birdən düşər o baxımdan. Baxın, ola bilər ki, keçən dəfə yazmışdıq. What is she like olsun. Uşaqlar, to be like ifadəsi olanda bu nə istəyir bizdə? Xarakteri. Yadda saxlayın. Görsəz ki, to be ilə like-ı bir yerdə veriblər. Bu bizdə nə istədi? Xarakter. Unutmayın. Xarakterdə bilirsiniz də, məsələn, ağıllıdır, sonra məsələn, istiqanlıdır, mehribandır, səmimidir, yalancıdır və s. Bu xarakteri soruşur bizdə. Xarakter. O, sən nə istərdin anlamına gəlir. Sən nə istərdin, bəli. What does she like? Elə bu, indi yazdığım o dediyinizə bənzəyir biraz. What does she like? Uşaqlar, bu
o nəyi xoşlayır anlamına gedir. Bu aktivite kimi gedir. Elə bu aktivite yazıram. Məsələn, qayıqla gəzməyi xoşlayır, məsələn deyirəm. Ya nə bilim, səhər idman etməyi xoşlayır. Maşınla gəzməyi xoşlayır, məsələn deyirəm. What does she like? O nəyi xoşlayır? Bax, bu sadəcə bildiyiniz xoşlamaq sözüdür. Amma look like olanda onu da bayaq göstərdim. Look like nədir bəs? Xarici görünüş olaraq nəyə bənzəyir? Look like, bənzəmək. Bənzəmək, xarici görünüş. Bu nə böyle oldu? Kategorinin xarici görünüş. Belə. Görünüş. Aha. Nə edir olması üçün fərq. Gərək what does do. What does, məsələn, he do. O nə edir? Amma what does she like olanda nəyə xoşlayır olur sadəcə. Əlbəttə, like-ın mənası nədir? Xoşlamaqdır da. Hı -hı. Xoşlayır. Okey, uşaqlar, gəlin testə qayıdıram. Deməli, hansı idi? Bizdə bu idi. Bax, görürsünüz, burada yazıb ki, does look like. Bu xarici görünüşsə bənzəməkdir. Ona uyğun olaraq götürdüm nəyi? Handsome və well built götürdüm. Amma uşaqlar, olsaydı is like, məsələn, fikirləşin, does-a atdım, bura is yazıram və sadəcə like qalıb. Onda nəyə götürərdim? 1 və 3-ü də götürərdim hətta. Generously uşaqlar, alicənab adama deyirlər, biraz əli açıq adamlara da deyirlər, bəli. Bunun da bir mənfi sözü var, mean, antonimi, xəsis deməkdir. Uşaqlar, bir də xəsis sözünün bir mənası da var, stingy, bu. İkisi də xəsis anlamında gedir. Hansı? 1-4. Wise ağıllıdır, polite da nəzakətli. Hə, götürə bilərdik. Üçünü də. Is like olsaydı əgər. Hansı? Onu bir dənə mənə yazarsan da. Başa düşmədim. Yazarsan baxarım. Uşaqlar, 2-yə baxaq. Çox getdim bir dəqiqə. Deməli, bizdən hansı cümlə məhsuldadır istəyirsə, nə edirik? Struktur gəzirik. Elə deyil. Bax, hansı cümlə məhsuldadır deyirsə, nəyi axtarırsan? To be üstəgəl V3 axtarmalısan. Have been, bəli. Yəni, indi to be-dir də o dəyişə bilər. Əmizar olar, was were olar, fərqi yoxdur. Have been, has been, had been ola bilər. Hətta modal feil də ola bilər. Elə deyil. Modal üstəgəli be, üstəgəl V3. Belə də götürə bilərsiniz. İndi baxır testdə. İndi uşaqlar, bax burada 2 ola bilər. Baxın, gözümə sataşır ki, were collected. Keçmiş sadə zamanın məhsulunun strukturudur. 2 okeydir. 3 ola bilməz. Niyə görə? Collected-in qabağında heç nə yoxdur. Götürə bilmirəm. Bay olsun da, bay olsun məhsul növ göstərir. 4. Has been elected. Bax, fikir verin. Has been elected. İndiki bitmişin məhsuludur. Ortaya bini qoyublar, məhsulda veriblər. Bu da okeydir. Uşaqlar, 5-də də mən görmürəm məhsulu. Görürsünüz, elected-in qabağı boşdur. 1-də də yenə collected-in qabağı, bu da məhsul ola bilməz. Ona görə doğru cavabımız nə qalır? 2, 4. C variant. Hı -hı. Bu məhsul növdür. Onun bilirsiniz məsələn, gərək biraz da şeyə baxmaq lazımdır, izah videosuna ki, proses necə gedir. Amma məhsulda o biz elə cümlə verirsə, əgər bizə istəyirsə, strukturu axtarırıq. Gərək orada keçmişin məhsulu olsun, ya nə bilim, indiki bitmişin, fərqi yoxdur. Yəni, məni maraqlandırmır, burada isim durdu, ya he qoydular, ya nə bilim, başqa bir nəsə yazdılar. Mən burada sırf o strukturu axtarıram. Əgər gözümə dəyirsə, götürürəm, dəymirsə, götürmürəm. Yəni, gördünüz ki, mən burada baxmadım, bu father sözündən başlayıb, yoxsa bu C ilə başlayıb, ya bu people ilə başlayıb.
Bu mənim üçün maraqlı deyil. Mənə maraqlı olan bu cümlənin daxilində məhsul növünün strukturunun olmasıdır. O da necə bilməliyim? Onları əzbərləməliyim ki, to be üstəgəl V3 məhsulu göstərir. Have been, has been, had been üstəgəl V3 məhsulu göstərir. Modal üstəgəl be üstəgəl V3. Bir də bu məhsulu göstərir. 3. Uşaqlar, 3 tiplilərə də çox baxmışıq sizlə. Dedik ki, what time-dan sonra indiki bitmiş zaman nə eləmir? Gəlmir. Bunu buradan silirəm, gedir. Sonra wanted keçmiş zamandır, elə deyil. Has'lə uzlaşmaz. Bunu da buradan silirəm, gedir. Sonra digər bir D-də də baxın will var. Bax, fikir verin. id ilə will uzlaşmaz. Bu da getdi. Həm də əlavə uşaqlar. Tamamlıq olsun da. Burada mənim fikrim başqaydı. Sadəcə olaraq səsləriniz qarışdı, bilmədim. Fərid, sən nə deyirdin? Sənin sualını mən bilmədim. Tamamlıq budal cümləsində olar, hə. Mirtaq, sən onu deyirdin də. Uşaqlar, məsələ burada bilirsiniz nədir? Hələ ki, complete the sentence testləri olanda düzünə çıxdaşlar eləməyə çalışın. Və bunları silirəm. Qayıdıram təzədən çıxdaşa. Və bayaq dedim, when-dən sonra bitmiş zaman heç vaxt olmaz və yaxud da what time-dan sonra. Bu belədir, yəni heç vaxt bitmiş zaman gəlmir when və what time-dan sonra. Bu C variantını silirsən, gedir. Sonra gəlirəm zamana. Uzlaşma olmalıdır, elə deyil. Sən D ilə Y-ni ona görə də çıxa bilərsən, da təkrar olmasın. Və yaxud da əlavə olaraq nəyi deyirəm? Bu nəqli cümlədir. Fikir verin, nöqtə ilə bitib. Sən bu cümlənin daxilində suala çevirmə eləyə bilməzsən. Suala çevirmə nə deməkdir? Köməkçi feilin mübtədadan önə keçməsi, elə deyil. Bax, will keçib burada qabağa. Demək səhvdir. Y-də də keçib. Yəni, burada müxtəlif cür yanaşmaq olar. İndi zamanla yanaşıb daha rahat tapa bilərdiniz. İdi, məsələn, keçmişdədir. Hə, will-lə getməz, has-lə getməz. Belə də çıxmaq olar, elə də çıxmaq olar. A ilə B-yə gələndə uşaqlar, A-da was, B-də də was-dur. Hər şey qaydasında. Amma A-da problem odur ki, was önə keçib. Bax, fikir verin. Ambulans sənin mübtədandır. Ambulans nədir məndə? Mübtədadır. Ondan əvvələ was-u atıb nə yaratmışam burada? Sual. Amma mənim nəqli cümlədir uşaqlar, olmaz. A-nı da ona görə atıram, doğru cavabımız qalır B variantı. Bir də why olan cümlənin sonunda uşaqlar for olmaz, sözünü vermək olmur. Amma what-la for verə bilərsiniz, o nə üçün anlamında gedir. What-la for vermək olar, nə üçün anlamında istifadə edirlər. Sonra burada 24-də sözünü gözümə dəyir uşaqlar. Object-lə nə veririk? Object nə olmalıdır? Object yox. Object to, bəli. Object to. Bu mütləq yadınızda qalsın. İndi bilmirəm, birə-bir eyni test düşərməyə yox, amma ola bilər ki, olsun. Vizitdən sonra bilirəm ki, sözünü nə eləməz? Gəlməz, getdi. Bir də uşaqlar, sit-in keçmişidir. İndi valideynlərimin nə eləyərəm? Arasında oturaram hər halda. Between də bura gedər. For-la da on istifadə oluna bilmir. Yaxşı. Sənin təklifinə biz etiraz etmirik. Əslində uşaqlar, object to-nu da əzbərləməyə gərək yoxdur. Biz to-nu nə vaxt qoyuruq? İstiqamət olanda, razısınız da məndən. Deyir, sənin təklifinə mən nə eləmirəm? Etiraz eləmirəm. Görürsən, istiqamət var da sənin təklifindən. Elə deyil. Ona görə to qoydum. Yəni, burada da bir əzbərli məqam yoxdur. Bir də uşaqlar, hansı? Üçüncüsünə A getdi, hə, between. Ki, o valideynlərin arasında əyləşdi. Bir də uşaqlar, between-lə among-da belə bir məsələ var. Məsələn, deməli, keçən dəfə gördüm, onu biraz qarışdırırsınız. Between, bir də among. Birinci uşaqlar, among sözü, bu ikisi də arasında deməkdir, ya fərq yoxdur. Sadəcə fərq nədir? Among 3 nəfər arasındadır, yaxud da 3 əşya arasında. 3 və daha çox yazaq da, burada say biraz daha böyüyür. 3 və daha çox. Amma between konkret olaraq neçə nəfər və yaxud da əşyanı göstərir? 2. Bəli.
Bir də uşaqlar, çalışmaq lazımdır ki, between və amongdan sonra gələn isim cəmdə olsun. Bu da yenə də əzbərləmirəm. Niyə görə? Yəni ən azı 2 dənə nəfər, 2 dənə əşya varsa və yaxud da ən azı 3 nəfər və daha çox varsa və yaxud da əşya varsa fərqi yoxdur. Deməli burdakı cəm olmalıdır da. Məsələn, burada testinizə bir dənə fikir verin. Burada nə yazıb? Valideynlər. Yəni valideynlərin arasında əyləşərəm mən. Məsələn, olsaydı burada tək isim, məsələn, atıram, nə bilim, my wife yazıram. Ağlıma gələn bu söz oldu, həyat yoldaşı. Sən bura heç vaxt gətirib between yaza bilməzsən. O həyat yoldaşının ortasına nətər oturmaq olar? Elə deyil. My wife and, nə bilim, nəsə bir başqa bir söz olardı. My husband. 2 dənə ya söz olmalıdır arasında vermək üçün. Ya da ki, o isim nədə olmalıdır uşaqlar? Cəmdə olmalıdır. Və bunu unutmayın. Çünki bunu çox vaxt bilmirsiniz, elə orada fikir vermədən between-i hara gəldi yazırsınız. O baxımdan biraz diqqətli oluram ki, bir daha təkrar edirəm. Between və amongdan sonra gələn isim cəm olmalıdır. Ya da ki, 2 dənə isim ən azı vermək lazımdır ki, o arasında anlamını versin. Hə, bir də bir sual verim uşaqlar. Vizitdən sonra nə vaxt sözünü gələr? Vizitdən sonra nə vaxt sözünü gəlir? Bəli. Bax, vizit var. Başqa, məsələn, məşhurlarından answer var. Uşaqlar, bunlar mənim atdığım PDF var, ingilis dili hamısı. Orada bu sözünlərlə bağlı olan hissədə verilib. Yəni, əgər baxmaq istəsəz bu feillərə, azdır. Yəni, bir 10-15 dənə feil olmalıdır. Bunlara bir dənə dərsdən sonra nəzər salarsınız imtahana getməzdən əvvəl. Qrup əslində 60-an fərq tapmasan ataram, yaxşı yazarsan. Deməli, məsələ nədir uşaqlar? Məsələn, yazıram bura, elə oradakı kimi. I visited my granny. Və burada sən bilirsən ki, bu konkret cümlədə nə sayılır? Visited, feil. Elə deyil, verbdir. İdi qəbul edib, mübtədadan sonra gəlib. Bu xəbərdirsə, uşaqlar, burada sözünü qoya bilməzsiniz. Və yadda saxlayın. Bu olmalıdır boşluq. Amma desəm ki, my visit, burada bilirsiniz ki, my mənim deməkdir və mydan sonra mütləqdir ki, isim gəlməlidir. Visit burada biraz dəyişir, isimləşir. Olur, mənim səyahətim anlamında tutaq ki. My visit nöqtələr, my granny. Nənəmə mənim baş çəkməyim. Bax, bu formada olur. Burada to-nu qoymaq olar. Bax, fikir verin. 2 dənə ayrı-ayrı nitq hissəsi kimi nəzərdən keçirdim. Visited olanda feil kimi sözünü götürə bilmirəm, boşluq götürmək lazımdır mütləq şəkildə. Amma isim kimi olsa, uşaqlar, görə bilirsiniz ki, nə eləmək olar? Söz önünü istifadə eləmək olar. Bu, bir neçə dənə feil var. Onların demək olar ki, hamısına aiddir uşaqlar. Bax, yadda saxlayın. Məsələn, answer sözünə də aiddir, nümunə yazmıram. Və digər bəziləri də var. Onları şeydən baxıb yadda saxlayarsınız. Bu belə. Sonra gedək biraz daha fərqli. 15-ə məsələn uşaqlar. 15 tipli sualları yazanda, bir də nümunə kimi göstərəcəm bunda. Uşaqlar, 6 xətlərən hissə ki var, o sizin testinizdə ola bilməz. Bax, yadda saxlayın. Bunu dəfələrlə onsuz demişik sizə, testləri də göstərmişəm. Məsələ orasındadır ki, 6 xətlərən hissə, bəli, testdə qala bilmir. Niyə görə? Çünki sən ona sual verirsən. O hissəyə sual verirsən deyə, sən geri onu atasan. Elə deyil. Amma when sual sözü olduğuna görə, ola bilər ki, bəzi hallarda when-dir, nə bilim, what sözü ola bilər və s. Bunlar testdə qalsın. Çünki burada deyir ki, when he was a little boy. O balaca oğlan olanda. Sən bunu necə sual verməlisən? Nə vaxt? Onsuz nə vaxt sözü when-dir də, başqa onu necə istifadə eləmək olar? Ona görə hansı? B olur, hə. B variantı. Yəni, ona görə uşaqlar, when-dir, what-dur və bu tipli sözlərin altını xətləsə belə sən variantda görə bilirsən. Onun da səbəbi nədir? Yenə deyirəm da, sual verəndə nə vaxta başqa nə demək olar? What time deyə bilərəm. What time yoxdur burada. Bir də when deyə bilərəm. O da ki, daha məcburən götürməliyəm. Amma he was a little boy bu hissəni götürmək olmaz. Yəni, adi sözlərdir, cümlələrdə onlar qala bilmir. Məsələn, fikir verin, A-da var, getdi öz işinə.
Sonra C-də var getdi, D-də var getdi, 7-də. Elə bunların hamısını atırsan qalır B variantı. Sonra gedək biraz qabağa. 23 uşaqlar. Bu iki dəfə sınağa düşüb. Bir dənə bunu tapmağa çalışın. İki, üç deyirsiniz. Hı -hı. Uşaqlar, birincisi, bu men ən azından bilirəm ki, cəmsin. Belə deyil. Bunu izlə vermək düz gəlməz. Men bilirsə də kişilər anlamında istifadə olunur. Bunu atıram. Sonra da uşaqlar, bəzi millət adlarının qabağına Z qoyanda o nə eləyirdi? Cəmlənirdi. Məsələn, the French nə deməkdir? Fransızlar. Elə deyil. Bu da cəm olduğuna görə bu da məndən düzü getməz. İkini də silirəm. Doğru cavab qalır. 1-3 kim desə düz dedi. Yəni o fransızdır. Bəli, bunlar kökündən dəyişirdi, E ilə getməlidir. Daha doğrusu E ilə gedən cəm olur, A ilə gedən tək olur. Bu görə 1-3 götürürük bu formada. Sonra uşaqlar baxaq bura. Property sözünün mənası nədir? Bunun tez-tez mənasını deyim. Nədir? Mal, mülk, başqa nə mənası var uşaqlar? Qovluğun adının xüsusiyyət, bəli. Və onun bir mal, mülk mənası var. Ora gedə bilər. Bir C variantı, bax, fikir versiniz. İnsanın sahib olduğu nələrsə. Bir də A variantı gedəcək. Bax, diqqətlə baxın. Nəyinsə xarakteri, xüsusiyyəti, keyfiyyəti. İkinci sözün mənası nədir? Şuur deməkdir, bəli. Bu şuur deməkdir. Bəli, B gedər. Bəs enlightenment nədir uşaqlar? Aydınlanma anlamında gedə bilər, hə, düzdür. İndi ona da nəyi götürərik? O zaman verərik. Bizə də tərsə getdik, bir dəqiqə baxaq. Beyni 3-ə götürək. Sadəcə fikrim dağılıq idi. Bir qrupa şeyi atmamışdım. Linki ora atırdım. Ona görə fikrim yayındı. 2-yə şey gedir uşaqlar. D variantı. Yəni, şuurunda olmaq nə deməkdir? Nəyinsə baş verdiyini nə eləmək? Agah. Yəni, sənin ətrafında nə baş verir? Ondan agah olmaq. Enlightenment da aydınlanmaq. Agah olmaq nədənsə. Enlightenment da aydınlanma, maariflənmədir. Yəni, nəyisə başa düşmək, anlamaq götürə bilərsiniz. Orada B, 3-ə də B gedər uşaqlar. Sonra 2 uşaqlar mürəkkəb tamamlıqdır. İnanmıram düşə, amma yenə də mürəkkəb tamamlıqda şəxs əvəzləri götürmürsünüz. Bax, yadda saxlayın. Böyük ehtimal, bəli, won't-a görə də to-nu götürəcəm. Çünki won't-dan sonra ing gəlməz. Want, ümumiyyətlə, mürəkkəb tamamlıqda feil zamana görə dəyişməz, unutmayın. İ'yi qəbul eləmir, S qəbul eləmir və s. Bunlar hamısı gedir. Uzaqbaşı to qəbul eləyə bilər, o 3-cü qrup feillərə aiddir. Və yaxud da ing qəbul eləyə bilər, o da 2-ci qruplara aiddir. Onu da axırıncı dəfə atmışam PDF sizə. Əgər o feilləri bilmirsinizsə, oradan bir dənə əzbərləyərsiniz. Amma istəsəniz yazın bura yenə də. SSC deyil. Tərkibində dey olanlarla Fərid 10 istifadə edirsən, saat olanların da qabağına ət qoyursan əksərən. Dey olanlara da 10 qoymaq lazım. Tərkibində dey olanlar. Bəli, bəli. At midnight məsələn.
Sonra uşaqlar hear-dir, feel-dir, observe-dir. Sonra watch, notice da ola bilər əslində, fərqinə varmaq nəyinsə. Bir də hansı qaldı yadımdan? See sözü, ən məşhurlarından. Bu ikinci qrup gedir uşaqlar. Burada ki, sadə də ola bilər feil, sadə feil və yaxud da ing-li feil də götürə bilərsən. Ücə yerdə qalanlarda to qoyursunuz. Bu 8 dənəni öyrənəndən sonra hansı ki, belə deyək də, fərqli bir söz görürsən, məsələn, buradakı nə idi mən wanted deyəsən. O görürsünüz, bu want mənim yazdıqlarımın arasında yoxdur. Deməli, sən avtomatik bilməlisən ki, bu to ilə verilir. Her to learn A variantını götürmək olar. Uşaqlar, mighty sözünün mənası nədir? Mighty. Bəli, powerful da güclüdür. Bunlar sinonimdirlər. Sonra. Hı -hı. Hansı? Command əmr deməkdir, uşaqlar. Göstəriş, əmr. Komandir sözündən yadda saxlayın. Komandir sözündən yadda saxlayın. Command sözünü. Yaxşı. Və buradakı sözdür. Bunu deyirdi. Bu əmr deməkdir, uşaqlar. Əmr göstəriş. O da komandir sözündən yadınızda qalsın. Komandir adama nə edir? Əmr verir, elə deyil. Ona görə order özü də əmr deməkdir, sifariş deməkdir. Hansı? Uşaqlar, splendid, wonderful, gözəl deməkdir. Continue, last, davam eləməkdir. High yüksəkdir, wide da genişdir. Deməli, onda Y variantıdır. Elə deyil, wrong pair of synonyms. Yüksək ilə geniş bir-birinin sinonimləri deyil. Baxaq 12-yə. Uşaqlar, söz önlərdir. Deməli, burada. Uşaqlar, get on, get off bilirsiniz də, avtobusa minib düşməkdir, elə deyil. İndi burada hər halda düşdüyünü deyir bizə. Get off götürərəm. Got off daha doğrusu, keçmişdə. Düşdüm, sonra nə eləyir? Evin qabağında dayanır hər halda düşəndən sonra. In front of the house and whether to go. Evin uşaqlar bir də içinə girməyə çalışardı, elə deyil, evin içinə girdik də. Əgər evin qarşısına düşürəmsə, məntiqən yanaşsan. Mən nə eləməyə çalışaram? Evə daxil olunum. Burada da evin içinə əslində bir in var burada. Bir də into var. Diqqətlə baxın. Amma məsələ orasındadır ki, A variantı düz gəlmir mənaya görə qoton. Avtobusa minirsə evə niyə görə girir? Əgər qoton qoysan nə olur? Bu avtobusa minmək. Yəni avtobusa minəndən sonra evə necə girə bilər? Bu məntiqsizdir. A-nı ona görə silirsən. Qalır B variantı. Ki, avtobusdan düşdü, evin qabağında dayandı, in front of qarşısında deməkdir və qərar verməyə çalışırdı ki, evə girsin ya girməsin. 100% imtahandan çıxıb. Nəsə soruşacaqlar ona görə. Deməli, uşaqlar, 13 zamanlar. Hansına? De, nə istəyirsən, soruş məndən, sonra onu çəkəcək. Halın nədir? B variantı. Düşdü, evin qabağında dayandı və qərara gələ bilmirdi. İçəri girsin ya girməsin. Uşaqlar, near da olar da, amma near olan variantın digərləri uyğun gəlmir. B. B olar uşaqlar. Bu əslində bizim kitabda da var idi. Bax, göz qəbula düşüb. Bax, yenə də when var, zamandır. Bax, fikir verirsiniz. When var uşaqlar. Bitmiş olmaz, bitmiş olmaz. Bunlar getdilər. Bir də mən sizə demişəm, bax, burada olan söz, bax, yeni mübtədanız. Cansız olanda, heyvan olanda, məsələn də, bunlar özü özlərini nəsə eləyə bilməzlər. Elə deyil, nəyi uğurlaya bilər? Deməli, orada deməli, yadda saxlayıram, bir daha təkrar edirəm. Yeni cümlənin mübtədası cansızdırsa, hər hansı bir ora heyvan adı falan yazıbsa, deməli, orada mütləq məhculluq olmalıdır bu hissədə. O da məhcul olan B, D, Y arasında qalanda hansı məhculdur? Bayaq dediniz. Had been stolen.
Özə bax fikir verin uşaqlar. Bir fermer evə qaydanda görür ki, atı oğurlanıb. Bura birinci baş verib deyə, bayaqki məsələ. Bura ilk baş verib, elə deyil. Oğurlanma prosesi keçmiş bitmişdi. Evə qaydanda görür ki, at yoxdur. Buranı da vermişəm keçmiş sadə zamandır. 14 uşaqlar. Nə ola bilər 14-də? Siz. Hı -hı. Benim, sonra. Şu an hamısını dediniz. Hamısını dediniz şu an. Gəl mənasına baxaq. Deyir ki, excuse me, sir. Deyir, bağışlayın. Ən yaxın post ofis hardadır? İndi fərz edin ki, yolda kimsə sizin qabağınızı kəsir. Deyir ki, ən yaxın, məsələn, tutaq ki, deyək, marketə necə gedə bilərəm? Sən də qayıdıb ona deyirsən ki, mən evə gedirəm. Bu düz olar sizcə? Yəni, ən azından deyərəm ki, bilmirəm də. Yəni, bu nə cavabdır? Mən evə gedirəm. Ən az, bəlkə də yorğun vaxtımıza düşər belə bir cavab versək. Bəli. İndi C-yə baxaq uşaqlar, B-yə qayıdacağım. C-də deyir ki, bu situasiyada bizim başqa bir yolumuz yoxdur. Uşaqlar, bu bilirsiniz nədir? Elə bilin ki, iki nəfərsiz, dostun sənə dərdini danışır, deyir bunu belə eləyir. O sən deyirsən ki, bu situasiyada başqa yolumuz yoxdur. C o anlamı verir. Ona görə bu da getdi öz işinə. D-də deyir, sən tamamilə haqlısın. Yox, inkarı çıxsa düz olmur. B zaten bizim düz cavabımızdır. Bu uşaqlar şey deyil ha, qrammatika deyil. Bu leksik sual testlərdir. Bildiniz necə? Qrammatika testləri deyil, leksikdir. Və burada deyir ki, sən tamamilə haqlısan. Uşaqlar, indi bir şey var. Səndən yol soruşur, sən tamamilə haqlısan. Belə cavab olar. Bu da getdi. Bir gələcəm var. İndi bir dənə mən gözləyin zəhmət olmasın. Bir dənə mən gözləyin zəhmət olmasın. Y-də də deyir, mən etiraz eləmirəm. Bu da getdi. Uşaqlar, harda? Sən tamamilə haqlısan. Bəli, bəli, etiraz etmirəm demək. İndi uşaqlar, B variantına gələndə bu sözü daha çox türklər istifadə edir ki, qorxarım ki, bilmiyorum. Türkçə dedim. Yəni, bu o anlama gəlir. Bizə də istifadə etmək da qorxuram ki, deyə bilmərəm. Amma indi qorxuram deməyə uşaqlar, təəssüf ki, bilmirəm. Bizim dilimizə çevirəndə bu I am afraid, I don't know. Yəni, yerinə görə belə olur. Təəssüf ki, bilmirəm. Amma türklərdə elə olduğu kimi də gedir. Qorxarım ki, bilmiyorum. Bax, belə deyib gedirlər. Aydındır. Yəni, I am afraid, I am sorry ilə sinonimdir. Üzgünəm, mən bilmirəm və yaxud da nə bilim, təəssüf ki, mən bilmirəm. Bax, bu anlamlarda gedir B. Götürmək olar. Uşaqlar, imtahan deyəndə, uşaqlar, bu imtahana düşmüş sualdır. Bu görüm neçənci ilində? 2014-ün qəbuludur bu. Mən demədim, uşaqlar, siz türkcə fikirləşin. Mən dedim ki, türk dilində daha rahat tərcümə olunur, hərf-bə-hərf. Bizim dilimizdə I am afraid, bunlar götürürlər bu cümlə daxilində. Təəssüf edirəm, mən bilmirəm. Bəli, uşaqlar, belə gedir. Demirəm, türk dilində tərcümə eləyin. Bəli, bəli. Uşaqlar, niyə ki səhv olsun? Siz heç demirsiniz, təəssüf ki, mən bilmirəm. Heç belə söz istifadə eləmirsiniz. Hə, nə bilim uşaqlar. Etiraz etmirəm. Etiraz etmirəm. Bəli, Fərid. Hı -hı. Uşaqlar, yox, çox uzadırsınız. Yəni, çox belə dəhşətli bir şey deyil. I am afraid, I am sorry-nə sinonimdir. Yəni, mən təəssüf edirəm ki, bilmirəm. Yəni, çox uzatmağın mənası yoxdur.
bu ifadə var və istifadə olunur. Yəni ingilis dilində istifadə edirlər. I'm afraid I don't know. Yəni bəli, istifadə olunur. Yəni o sadəcə mən türk dilinə ona görə dedim ki, bunlar bu şeyə elə bir ki, daha hərfi tərcümədə gedir. Yəni qorxarım ki, bilmiyorum. Onlar daha hərfi tərcümədə uyğunlaşır. Bizə uyğunlaşmır da, deyirsiniz mən qorxuram ki, bilmirəm. Sonra deyirsiniz müəllim, nəyə görə qorxum ki, bilmədiyim halda? O qorxuram sözü bunu fikirləşir ki, səhv eləyər. Amma burada qorxmaq anlamında getmir də. Burada gedir təəssüf ki, anlamında. Bax belə bir şey. Həm də uşaqlar digər variantları da çıxanda konkret bey qalır. Yəni yenə deyirəm, biri səndən yol soruşur da, üstündə çox dayanmaq istəmirəm. Deyirsən mən evə gedirəm. Yəni bu necə məntiqli ola bilər? Biri yol soruşur, deyirsən ki, bu situasiyada bizim başqa çıxış yolumuz yoxdur. C variantı məsələn. Bu adama mən durub o sözü niyə görə deyim? Ölüm yox, itim yox. Nəyə görə deyim ki, bu situasiyada başqa bir çıxış yolumuz yoxdur. D-də də deyir ki, sən tamamilə haqlısan. Yox, o elə getmir axı. O baxış açısına getmir axı uşaqlar. Bu söz cümlənin konkret mənası gedir. Onu inşallah imtahanda rəy olaraq dimə bildirin. Yəni uşaqlar, suallar salan mən deyiləm. Mənim üstümə gəlməyin, məni öldürməyin. Sual mənim deyil uşaqlar. Sual mənim sualım deyil. Sualı mən verməmişəm. Dimin qəbul sualıdır. Sadəcə bir həqiqi uşaqlar, bu mənim sualım deyil. Elə biləsiniz, sualımı tərifləyirəm deyirəm bu belə elə. Bu dimin qəbul sualıdır uşaqlar. Yəni mənim sualım deyil. Nəysə, keçirəm bunun üstünə inşallah düşməz. Getdi on. Keçdi bu birisinə. Gəlin, deməli, biraz daha şeylərinə, bu can alıcı suallara baxaq uşaqlar. Gəlin 8-ə baxaq. 8-ə 8-ə bir dənə bir şey soruşum sizdən. After üçün biz nə demişdik? Demişdik ki, afterdan sonra gələcək gəlməz. Okay, getdi. İndiki bitmiş zaman gəlməz. Uşaqlar, bir də afteri o digər bağlacılardan fərqləndirən. Aha. Aha, bəli, bəli. Yəni məsələ orasındadır ki, after yeganə bağlayıcıdır ki, uşaqlar. Özündən dərhal sonra hansı zaman gəlir? Dostumuz dedi, past perfect. Keçmiş, bitmiş. Bu yeganə bağlayıcılardan biridir. Bax, yenə deyirəm uşaqlar. Ki, özündən sonra keçmiş, bitmiş gəlir də. Başqa heç bir bağlayıcıda belə bir versiya yoxdur ki, özündən dərhal sonra keçmiş, bitmiş gəlsin. Bax, Y-ni atıram. İndiki zaten olmaz. Bəli, A-dır. D də gedir. B-də yenə uzlaşma yoxdur uşaqlar, düz gəlməz. Bir də mən onsuz sizə demişəm də, zaman bu bağlayıcıları var ya, after'dır, before'dur, when'dir, while'dır. Bunlarla indiki bitmişi götürməyin. Onlar uzlaşmırlar. Bunu belə atdınız. Bəs C variantı niyə görə deyil? Onu bir dənə mənə deyin. Bizə bir də deyərdiniz, eşitdim uşaqlar, qarşı səsiniz. Yox, bilə görə yox. Will bu yanda gələ bilir. Uşaqlar, studyyə görə, Helenə görə studies olmalıdır. Bəli. Ona görə qalır A variantı. Sonra uşaqlar 10-cu suala biz dəfə gəlir, hə, gəlir. Uşaqlar, o dərhal bağlayıcıdan sonra gəlməz. Bax, yadda saxlayın. Bağlayıcıdan dərhal sonra gəlmir. Məsələn, şeydir, bu bitmiş zamandır, gələcək zamandır. Bunlar bağlayıcıdan dərhal sonra gəlmirlər. Bu biri tərəfdə rahatlıqla istifadə edə bilərsiniz. Heç bir problem də yoxdur. Yeni uşaqlar. Çünki həm indiki bitmiş gəlməz, elə deyil. Həm də ki, bayaq dediyimiz zaman bağlayıcıları uşaqlar indiki bitmiş zamandan verilmir. Və after'dır, before'dur, when'dir, while'dır, nə bilim, as soon as, till'dir, until'dir. Bunları indiki bitmişdən ümumiyyətlə verməyin. Məsələn, deyirəm, burada B variantında uzlaşma ödəsə də belə, görüm silmək olur biraz. Neyse. Uşaqlar, məsələn, B-də uzlaşma olsa belə, studies olsaydı belə, sən B-ni götürə bilməyəcəkdin. Niyə görə? Çünki zaman bağlayıcı ilə indiki bitmiş zaman uyğunlaşmır. Bu bir şey kimi yadda saxlayın. Yəni gördün,
Avtomatik variantlardan sil getsin. Uşaqlar, damage nə deməkdir? Damage. Ziyan, zərər. O zaman nə götürərəm? Destroy. Elə deyil, dağıtma. Develop, improve, sinonim, inkişaf etdirmək, əla. Survive, sağ qalmaq. Escape də canlı qurtarmaqdır. 13. 13-də nə olar uşaqlar? Sürətlə bir dənə baxın. Baxın, at Christmas elə deyil. Advance. Advance nə deməkdir? Dərhal ifadədir. Bir də ki, bənzəmək anlamında nə götürürəm? Like götürürəm, bəli. Ona görə like belə. After qayğısına qalmaq. Look after qayğısına qalmaq, look like-də uşaqlar bənzəmək. Advance özü ifadədir, dərhal anlamını verir. Bayramların da qabağında bilirsiniz də at qoyuruq. At Christmas. İndi gəlirəm bu yana 6. 6 pilləri əslində məncə baxan kimi bilmək lazımdır. Nə olar 6-da cavab? Bəli, 1 ilə 3. Bunu əzbər bilməlisiniz. Düşsə əgər çox rahat testlərdən biridir. Qabağında D artiklı var deyə nə edirəm? 1-i götürürəm, 3-ü götürürəm. Uşaqlar, indi mən bir sual verim sizə. Bunun qabağında off olsaydı 1-dən işdə də indi gəlib olardı. Bu zaman götürə bilərdiniz 2, 4, 5-i. Afərin, bəli. Hı -hı. Xəbər təkdə olmur. Onsuz belə bir şey versə, qabaqcadan gərək biləsən ki, 1, 2, 3, 4, 5 hamısını götürə bilmirəm. Ona görə burada şu xəbərə baxmalıyım uşaqlar. Bilirəm ki, neyzədir, içdir, eyzədir. Bunların xəbəri həmişə nədə olmalıdır? Təkdə. Yəni həz olardı. İndi bir dənə də belə sual verim. Mən qorxuram bu tipli suallardan. Həz olsaydı əgər, variant nə olardı? Yəni ki, işlənməsin, aydındır. Every ilə işlənmir. 2, 4, 5 olar. 1, 3 olmaz. Niyə görə uşaqlar? Bosun xəbəri həmişə nədə olmalıdır? Cəmdə. Oldan sonra da cəm isim gəlibsə, xəbər nədə olmalıdır yenə? Cəmdə. Bu səfər üçün 1, 3-ü çıxardın, 2, 4, 5 götürərdin. Ona görə bu şeylərə biraz uşaqlar diqqətlə yanaşın. Olur, olur. Every off-la olmur uşaqlar. Every off olmur, no off olmur. Törəmələrdən sonra off olmur. Yadda saxlayın. Törəmə də bilirsiniz nədir? Aha. Aha. Cəm olanlar məsələn nə anlamda deyir? Bostan ol kimi. Seçə, seçə bilərsiniz, amma məsələ orasındadır ki, məsələn, ola burada information versəydi, əgər tək olsaydı, olu yenə götürə bilərdi. Çünki oldan sonra Salmen isim də gələ bilir. Belə. Onun şeyi var məndə, PDF-i var, narahat olma. Mənə yazarsan dərsən, ataram əzbərləyirsən. 2 dəqiqə, 3 dəqiqəlik şeydir məncə. 2 dəqiqə, yarım saat deyil. Necə? Hər hansı bir şey deyirsə, başa düşmədim. Evinin xəbər təkdir, bəli. Bəli. Uşaqlar, onu istəyirsiniz bir də yazın buraya elə götürün. Tez yazacağım. Narahat olmayın. Yenə mən gördüm. Baxın, 21:00-da uşaqlar bitirəcəm. Narahat olmayın, məntiqə girəcəksiniz. Neysə, eyzə. Sonra başqa nə qaldı burada? Every. Sonra uşaqlar, every var. One. Bunu yadda saxlayın. Another. Each. Bunlardan sonra birbaşa hansı isim gəlir? Necə isim gəlməlidir? Sayılan tək. Xəbər də nədə olur? Təbii ki, uşaqlar, əgər sayılan tək gəlirsə, xəbər də təkdə olmalıdır. Bir də bunlardan sonra uşaqlar, every-ni çıxmaqla nə gələ bilir? Of gələ bilir. Bəli.
Bunu Ctrl-C eləyək. Deməli, of gələ bilər, amma ucu of gələndə uşaqlar biraz vəziyyət dəyişir. İsim nə olur? Cəm olur, of olanda. Xəbər tək olur yəni. Və bunun bir dənə qanuna uyğunsuzluq buradadır. Cəm isim olsa da xəbər tək. Qalanlarında hamısında qanuna uyğun formada gedir. Nə bilim, cəm isim gəlir, xəbər cəm olur. Tək isim gəlir, xəbər... Hə, silim. Uşaqlar, deyəcəksin. Gəlin Evrin də yanına uşaqlar part qoyun. Çünki Evridə belə gələ bilər də. Evri part of. Belə versin. Evridən sonra birbaşa of gəlməsə də, amma Evri part olsa, məsələn, arada söz olsa nə eləyə bilərəm? Ofu götürə bilərəm. Başınızı qatmadım. Bildiniz də Evridə nə demək istədim uşaqlar. Bəli. Gəlmir, bəli. Sonra no-dan sonra of gəlməz. Yadda saxlayıram. No-dan sonra of gəlmir. Bir də nədən sonra gəlməli? Törəmələr uşaqlar. Everybody, everyone, every thing, nobody, no one. Bunlardan sonra of gəlmir. Bunlar da atırsız gedir. Nandan sonra birbaşa isim gəlmir. Nandan sonra. Amma olub isim gələ bilər. Nan üstə gəl isim olmaz. Ne işləmədi bu? Hə. Uşaqlar, bunu nan isim olmaz. Bunu qırmızılayıram. Yəni olmaz anlamında. Amma nanof olur və uşaqlar nanof olanda da özündən sonra şey gələ bilər, isim gələ bilər. Bu isim belə də ola bilər. Yəni elə gəl nümunə kimi yazım yadınızda qalsın. Sayılmayan da ola bilər. None of the information məsələn. Həm də belə qala bilər. None of the məsələn students. Yəni həm sayılmayan isim gəlir, həm də necə isim gələ bilər? Cəm isim gələ bilər. Xəbər də həmişə nədə olmalıdır? Təkdə. Bəli. Uşaqlar, nan cümləni inkara çevirir də, bunu da bilirsiniz hər halda. Okey, qayıdaq testimizə. Ondan sonra birbaşa isim gəlmir uşaqlar. Of olmalıdır ki, yanında nə eləsin? İsmi olsun. Sonra gəldim 22-yə, uşaqlar. 22 tipdə əslində çətin deyil. Neyzə ilə əgər mən buna cavab vermişəmsə, əvvəlki cümləm nədə olub mənim? İnkarda. Deməli, ona görə biri çıxıram, təsdiqdir. Amma 2, 3, 4 uşaqlar inkardır. Bu da sizi çaşdırmaq üçün veriblər, ha, üçün də bir yerdə ki, sənlə 2, 3, 4 yazasan. Ya nə bilim, variantdan 2, 3, 4 götürəsən. İndi, yox, neyzə olmaz. Yox, məsələ o deyil axı, bu cümlə daxilində deyil bunlar. Ayrı-ayrı cümlədir. Bəli. Məsələ, bax, bu həvdir. Sən əgər bura həv yazmısansa, köməkçi feilin nə olmalıdır? Həv-həz olmalıdır. Budaz yox, həv-həz uşaqlar. Bəli. Yəni, indiki bitmiş zaman. Və burada indiki bitmiş bir 2-dədir. Özündən sonra bax fikir verin, V3 gəlib. Həssin. Bir də 3-dədir. Amma 4-də yoxdur. 4-dəki isdir. Is. Niyə görə? Ready sifətdir. Əgər apostrof isdən sonra sifət gəlirsə, o isdir. Mən izah edildi zəhmət olmasa, danışmayın, qoy uşaqlar başa düşsün, sonra kiminlə sual var verə bilər. Baxın, neyzə ilə cavab verirəmsə, deməli, yuxarıdakı cümləm nədə olub? İnkarda. Bu okeydir, elə deyil. Neyzə ilə cavab verirəmsə. Və mən burada biri çıxıram, başdan gedirəm. Çünki bu təsdiqdir. Bir getdi. 2, 3, 4 arasında qalanda, indi buradan biri də artıqdır. İkisini götürməliyəm. Gəlirəm, baxıram köməkçi feilə. Həvdir burada köməkçi feilimiz. Biz nə vaxt həvin özündən istifadə edə bilirdik? Əgər sənin cümlən indiki bitmiş zamandırsa, onda. O da uşaqlar, indiki bitmiş bir 3-də var. Elə deyil. Hasn't been. Okeydir. Bir də 2-də var. Sözcük, bura apostrof S yazıblar. Desəz, hardan bildim həz olduğunu? Özündən sonra burada nə gəlib? V3. Bəli. 4-də isə uşaqlar, apostrof S-dən sonra gəlib sifət. Əgər sifət gəlirsə, bu izin qısaldılmışıdır. Yadda saxlayın. Və iz olsa, sən gərək bura yenə izlə cavab verərdin. Ya nə bilim, arla cavab verərdin. Əmizardan biri ilə də belə deyək.
Ona görə doğru cavabın qalır 2-3. Ümumiyyətlə, bu qısa cavablarda köməkçi feillər böyük rol oynayır. Yəni, have yazıbsa mütləq şəkildə yuxarıdakı elə bir zaman olmalıdır ki, sən ona have-lə cavab verə biləsən. Ya has-lə cavab verə biləsən. İndi bilirsiniz də, cəmdə have qoyursan, təkdə has qoyursan. Fərqi yoxdur onun. Aydındır fikrim? Sonra uşaqlar, gəlin keçək qabaqlara birazdan. Biraz keçək qabağa. Təkrar baxdıqlarımıza baxmaq istəmirəm. Keçən dərs sizdən biraz baxmışdıq. Uşaqlar, interoqativ bilmirəm, düşməz məncə, amma yenə də bir dənə 14-ü deyək. Biraz daha çətin 14-dür. Da interoqativə baxmayacağım. 14-də variant nə olar? Bir dənə variantı deyin, qalanını mən izah edəcəm. Sizcə, hansı variant olar? Evet, baxaq. İndi zəhmət olmasa uşaqlar, mənə qulaq asın. Və səslərinizi bağlayın, mənə qulaq asın bir dənə. Uşaqlar, have has-lə bağlı bax son dəfə yazıram şey qaydasını. Bunun sualı necə düzəlir, inkarı necə düzəlir. Bax, diqqətlə bir dənə mənə qulaq asın. Have has o vaxt sualı və inkar, hətta hədd də yazıram bura bir dənə. Çünki keçmişdə də hədd olur da, hədd olur. Sualını və inkarını uşaqlar özü o vaxt düzəldir ki, özündən sonra nə gəlsin? V3 gəlsin. Yəni, cümlədə bitmiş zaman olsun. Bayaq baxdıq. Yəni, have üstəgəl V3 olsun indiki bitmiş zaman. Has üstəgəl V3 olsun, nə bilim, yenə indiki bitmiş zaman. Had üstəgəl V3 olsun keçmiş bitmiş zaman. Məsələn, bax, fikir verin, yazıram bura. I have played. Bir cümlə. Gəlin ay yazmayaq uşaqlar, sual verəndə beyninizi qatacaq. You yazaq bura. You have played. Sən buna sual verəndə deyirsən ki, müəllim, have-dən sonra V3 gəlib deyə, rahatlıqla have-i qabağa ataraq sual verə bilərəm. Çünki indiki bitmiş zamandır. Yazıram, have you played? Bax belə. Oldu bunun sualı. İnkara çevir desəm, deyirsən ki, müəllim, inkara çevirəndə də you have not played deyə bilərəm. Niyə görə? Özündən sonra V3 gəldi. Yəni, bitmiş zamandır. Bunu yadda saxlayıram. Have və had nə vaxt qabağa ata bildim? Bitmiş zaman olanda və yaxud da bitmiş zaman beynimə gəlmir, özündən sonra V3 gələndə, yəni participle to gələndə. Amma uşaqlar, qalan başqa bütün hallarda, məsələn deyirəm, özündən sonra to gəlib, yazıb, she has to go. Onsuz has to-nu siz əzbərdən bilirsiniz. Bunu sual nə ilə çevirirəm? Does-la. Yazıram. Does she have to? Have to go. Çünki does yazanda has have-ə qayıtmalıdır. Bax bu formada. Bu belə olur. Və önəmli məqam nədir uşaqlar? Bax görürsünüz, has-dən sonra burada nə gəlib? To. V3 yoxdur ki. Yoxdur deməli özünü qabağa ata bilmərəm. Ya məsələn belə bir şey gələ bilər. They had a big company. Onların böyük şirkətləri vardı. Bax, diqqətlə baxın. Burada da yenə görürsünüz, nə gəlib özündən sonra? İsim, yəni sifətli isim gəlib də V3 yoxdur. Sən yenə bunu suala çevirəndə artıq did istifadə edirsən. Did, they, had də qayıdır əvvəlki versiyaya. Have a big company. Yəni, uşaqlar, uzun sözün qısası. Nə vaxt özü ilə suala çevirirəm, özündən sonra nə gəlir? V3 və yaxud da participle to gələndə. Yadda saxlayıram. Nə vaxt do, does, did yazıram? Əgər belə deyək də V3 gəlməyibsə, have to, has to-dursa və yaxud da isim gəlibsə, o zaman artıq do-nu does-ı qabağa atmaq lazımdır. İndi qayıdıram testə. Hərəniz bir variant dediniz. Baxaq görək hansı düzdür. Testdə mən fikir verirəm ki, uşaqlar, A variantında has lunch. Lunch isimdir. Sən has-ı qabağa ata bilməzsən. Has qabağa keçmək üçün burada nə olmalıydı? V3. A deməli yanlış. B-də də həmin məsələ. Has lunch. Bu da yanlış. D-də problem nədir uşaqlar? D-də onsuz bunun qabağını özü does yazıb.
Sən niyə görə bunu həzlə çevirirsən? Daz veribsə, deməli bu indiki zamandadır. Elə deyil. Tak sualı kimdə? Mən buna elə daz yazardım. Bura inkardadır, bura təsdiqdə daz olardı. Does he? D də getdi. Y-də də problem uşaqlar. Əslində Y düz gəlir. Sadəcə bu to biraz mənasız yerdədir. To have olmaz. He-dən sonra to-lu xəbər gəlmir. Yəni ümumiyyətlə mübtədadan sonra to-lu xəbər gəlməz. Have to ola bilərdi. Bunun yeri yanlışdır. Qalır hansı variant? C variantı. C-nin də çox fərqlədir. Bəli. Bax C variantı. Bir verin. He has to have lunch. Has to modal feilidir. İnkarını da nə ilə verdim? Daha doğrusu sualını. İntaq sualı da bu. Danışıqdan vermiş oldum. Aydındırmı fikrim uşaqlar? Əslində fərq o deyil. Amma hə, onu da elə verməlidir dostlar. Yəni məsələ orasındakı analiz eləməz. Ki bu hansı zamandadır, nədir? Bu bayaqda mən onlar danışırdım. Onu demək istəyirdim. Zaman məsələləri. Uşaqlar 21-ə də baxaq tez bir dənə. Mən deyirəm 21-i, zəhmət olmasa qulaq asın. Bax görürəm ki, fərqli variantlar var burada. Qısa cavablardır hamısı. Mən sizə necə demişdim? Qısa cavablarda nə eləmək lazımdır uşaqlar? Cümləyə əsasən gedirik. Baxıram ki, birinci məndə verib doesn't she, bu sualdır. Mən əgər bu sualı gətirib bura yazsam, dialoq sualı yaranır alt-alta. Elə deyil, alt-altadır bu. Və mən bilirəm ki, alt-alta sual verəndə dialoqda nə eləmək lazımdır? Təsdiqə nə götürmək lazımdır? Təsdiq. Bəli. Ona görə bir səhvdir. Təsdiqə təsdiq götürməliyəm. Gəlirəm 2-yə baxıram. So-la cavab verəndə sonun qaydasını yadıma salıram. So-dan əvvəl cümlə təsdiq olmalıdır ki, mən so-nu götürüm. Cümləm təsdiqdir? Bəli. Köməkçi feil düz veribmi? O da düzdür. İndiki zamandadır? Düz verib. Uşaqlar, bir də qısa cavablarda so-da, neyzədə, burada mübtəda o qədər rol oynamır, randomdur. Yəni, Martin yazıb, Martin yazsın, okey. Problem yox. Yenə deyirəm, so-nun tələbi nədir uşaqlar? So deyir ki, məndən əvvəlki cümlə təsdiq olsun, qutardı. İstədiyi şey bir dənə budur bizdən. Ona görə 2-ni götürdüm. 3-ə gəlirəm, yenə 3-ə baxıram ki, dialoq sualıdır. Sual qoyublar, gətirib bura qoysam, olacaq bu dialoq sual. Desəz müəllim, dialoq olduğunu hardan bilirsən? Alt-altadır, tre ilə ayrılıb. Və dialoqun bayaq qaydasını dedim. Təsdiqə necə cavab götürürəm? Təsdiq. Ödədi şərtimi, təsdiq cümləyə, təsdiq sual. Okey, götür. Sonra uşaqlar 4-ə baxıram variant olaraq. 4-də mən sonda eyzə görürəm. Eyzə inkar ədatıdır dostlar. İnkar ədatı. Cümlə olaraq düz cümlədir. Bilirəm ki, eyzə cümlənin sonunda gələ bilər, o cümlə inkarda olmalıdır və s. Amma eyzə deyir ki, məndən əvvəlki cümlə nədə olmalıdır? İnkarda. Eyzə deyir ki, məndən əvvəlki cümlə inkarda olsun ki, sən məni cavab olaraq götürəsən. 4-ü ona görə sildim. Okey, getdi. Düşürəm 5-ə baxıram. Bəs batın qaydası nədir? Bat deyir mənim. Əvvəlim təsdiq, soram nə olmalıdır? İnkar. Və yaxud da əvvəlim inkarsa, soram nə olmalıdır? Təsdiq olmalıdır. Elə deyil uşaqlar. 5 də ödədimi? 5 də ödəyir mənim qaydamı. Ona görə doğru cavabımız olur 2, 3, 5. Bax, qarışıq baxsaydım, ailəm dəyəcəkdi bir-birinə. Görürsünüz necə baxdım. Hər birinin öz qaydası ilə getdim. Dialoq sual kimi yanaşdım, o qayda beynimə gəldi. Sonu gördüm, sonun qaydasını xatırladım. Eyzəni gördüm, eyzənin qaydasını xatırladım. Və yenə deyirəm, qarışıq getsəz, ailəm dəyəcək bir-birinə. Deyəcəksən, bu təsdiqdir, buna inkar yazın. Çox adam da tak sual kimi yanaşır. Tak sualda tamam başqa versiyadır. Verbi ilə ayrılardı, 3 nöqtə qoyardı. Tak sual kimi də götürə bilərdi. Aydındır, o başqa məsələ.
Bəli, so deyir ki, məndən əvvəl nə olsun? Təsdiq olsun. Uşaqlar, özündən əvvəli təsdiqdə istəyən başqa hansılar var? Bu var. Bir də əzvi. Bu ədadlar da özündən əvvəlki cümləni təsdiq istəyirlər. To, also, əzvi, yadda saxlayın. Bəs özündən əvvəli inkar istəyənlər hansılardır? Neyzə, Nor və Ayzə. Uşaqlar, saç adi özündən sonra isim gəlir. Onun bura bir dəxli yoxdur. Bir də uşaqlar, bir məqamı da yadda saxlayın. Sodur, neyzədir, nordur. Bunlar cümlənin əvvəlində gəlir və özündən sonra birbaşa köməkçi feili olmalıdır. Yəni, mübtədanı sodan sonra qoya bilməsən. Məsələn, bura yazsaydı ki, fərz eləyin. So, Martin, baxın belə, does. Bu ucu səhv idi. Bax, fikir verin. Belə ola bilməz. Does ortaya girməlidir mütləq. Sadəcə does yox, bütün yəni köməkçi feil nədirsə, ola bilər ki, bura yazsın must. Məsələn, must da yaza bilər. Yəni köməkçi feil əgər mustdırsa, must da yazardı. Bu qayda neyzə ilə nora da aiddir. Sadəcə neyzə ilə norun fərqi nədir? Onlar inkar cümlə istəyirlər. Məsələn, neyzə do we, nor deməli does, məsələn she. Belə bir şey. Demək, sodur, neyzədir, nordur. Burada köməkçi feil hara girməlidir? Ortaya. Yadda saxlayın. Bir də uşaqlar, eyzə cümlənin harasında gəldi? Axırında gəlir. Elə deyil. Və o cümlə nədə olmalıdır? İnkarda olmalıdır. Hı -hı. Düzdür. Mən uşaqlar gördüyüm bu biraz can alıcı suallara gedək biraz da. Məsələn, bu 1-i 2-yə baxmışdıq. Məncə, bunlara gərək yoxdur keçən dərs sizlə. Gəlin 5-ə baxaq. 5 desəm baxmamışıq, xatırlamıram 5. Zamandır. Since olanda ağlım avtomatik hansı zaman olmalıdır? Ümumiyyətlə, since bitmiş zaman. Mənim səsim əksəda verir uşaqlar. Dostlar, siz zəhmət olmasa səslərinizi bağlayın. Zəhmət olmasa. Səs yankılanmasın. Mən izah eləyirəm. Elə baxağın da vaxt getməsin. Since olanda bitmiş zaman götürmək lazımdır. Yəni, söhbət əgər buradan gedirsə, bu hissədən, mənə bitmiş zaman lazımdır əvvələ. Avtomatik A getdi. Is thinking hansı zamanda keçmiş? İndiki davam edici. Lazım deyil. D də gedir. Was thinking. Bu da mənim işimə yaramır, çünki keçmiş davam edicidir. B, S və Y. Bunlara plus qoyuram, çünki bunların hər birinin birinci tərəfi bitmiş zamandır. Uşaqlar, bir də əlavə olaraq, but olanda, bayaq dedik, yaxı, qayda necə idi? Ya təsdiq inkar olmalıdır, ya inkar təsdiq olmalıdır ki, o təzad olsun. Batın qaydası da bu. Ya əvvəli təsdiq, sonrası inkar, ya da əvvəli inkar, sonrası təsdiq olmalıdır. O baxımdan B-ni də atıram, mənim şərtimi ödəmədi. Qalıram C ilə Y arasında. Y-də də zaman uzlaşmır. Baxın, had been, has been. Has indiki də had keçmişdir. Bunu da atandan sonra qalır hansı variant? C variant. Deməli, uşaqlar, o bizim baxdığımız testlər var idi. Since-dən sonra keçmiş sadə zaman gələr. O budaq cümlə kimi olur. Since-dən sonra dərhal nöqtələr qoyur. Amma burada fikir versəz, vergül qoyub bu cümlə ayrı cümlədir. Sonra but-la başlayır təzədən cümlə. Sonra bir dəqiqə uşaqlar. Yox. O səhvdir. Əgər elə yazıbsa, Layla, o səhv fikir.
Əksinə, yəni olmalıdır uşaqlar. Ee, Sonra uşaqlar 21 tipli belə bir sual var. Məsələn, insanlar bu adamı yüksək qiymətləndirirsə, deməli bu necə biri olmalıdır? Alicənab olmalıdır, elə deyil, xeyriyyə, eynən xeyri işlər olmalıdır, cəsur olmalıdır. 2-ni, 3-ü, 5-i götürərəm. Unfair ədalətsizdir, bu qorxaqdır, bu da kobuddur. Düz gəlməz. Sonra 23, 23 əslində test keçində baxmışdıq, amma kim görmüşsə bir daha deyirəm. Only-dən sonra A artiklı olmalıdır uşaqlar. Ya only a few olar, ya only a little olar, yadda qalsın. So-dan sonra dedi ki, isim olmur. Yəni sifət isim olmaz. Sifət isim varsa saç qoymalısınız. Buradakı one nəyi əvəz eləyib? Tomato sözü. 3 düzdür. Saç, ripe tomatoes. 3-ü götürürəm. 4-də də 3 dənə yetişmiş pomidor. Bu da düzdür. 5-də də problem yoxdur. Yenə enough, ripe tomatoes. Yəni kifayət qədər yetişmiş pomidor. Enough'dan sonra da sifət isim gələ bilir. 5-i də götürürük. Amma adi sifət olsa uşaqlar, məsələn, ripe olsaydı, o enough'ın əvvəlində gələrdi. Bax, belə olardı. Ripe, enough. Bax, fikir verin. Bu formada yazardı. Ripe enough. Amma sifət isim olanda enough'dan sonraya düşür. Deyim. Kimsə nə soruşur? Soruşun. Çünki only-dən sonra dediyi A artikli olmalıdır. So-dan sonra da sifət isim gəlməz. So-dan sonra deməli, sifət isim olmur. Saç qoymaq lazımdır. So, ümumiyyətlə sifətlə zərf etdir. Uşaqlar, sonra 5-i deyirəm. Diqqətlə baxın. 5-də də bax if var. Elə deyil, bağlayıcıdır. Bağlayıcıdan sonra will olmaz. Özü yadıma gəldi bu test. Mən uzun-uzun yazmışdım bu şeylərini. Sizə nə deyirlər ona? Uzlaşmalarını. Baxmışkən tez deyim. Willləri atdınız. Əgər bura indiki sadə zaman yazırıqsa, come yazdımsa bu nə olmalıdır? Bu tərəfdə gələcək zamanda olmalıdır. Ona görə will have. Götürürəm A variantını. Çünki D-də indiki zaman sonra yazıb indiki bitmiş zaman bu uyğunlaşmır uzlaşmaya görə. C-də də indiki zaman yazıb gələcək bitmişdən verib. Bu da düz gəlmir. Yəni indiki sadə zaman yazıramsa bura, burada gələcək sadə zamanda olmalıdır. O uzlaşmada A variantındadır. İstəyirək görə burada baxmadığımız tiplərdən. Şurada 5-6 biraz da bir iki dənə sual göstərim, sonra gedərsiniz. Bu tələs, son sələ baxın. Deməli. Bir gözləyim. Çıxmaz inşallah. Hatırlayarsınız. Deməli uşaqlar, əslində bütün tiplərə baxdıq. Sadəcə bir inkar cümlə axtarıram. Negative sentences. Bir dənə də negativ tapsaydım. Hə, tapdım. 13. Məsələn, uşaqlar 13-ə baxın. E, Burada belə gedək də. İndi özüm deyirəm bunda sürətlə. Baxın, read indiki zamandır. Go yox, nə olmalıdır? Goes olmalıdır. Bu A variantı ona görə səhvdir. Təbii ki, zaman uzlaşmaları olmalıdır burada da. Yəni, bura read yazıramsa, bu da goes, indiki zaman götürməlidir. Yox, never or ifadəsi var dostlar. İstifadə edirlər. Yəni, no or kimi bu da bir inkar bağlayıcıdır, never or. Sonra B-də neyzə or yox, nor olmalıdır. Bax, yenə həmin problemlərdən biri. Sonra uşaqlar C-də nor varsa, norun istifadə oluna biləcəyi tək cüt nədir? Yəni, nor varsa mütləq neyzəsi olmalıdır burada. Bu da getdi öz işinə. D-də 2 dənə inkar var. Hard ilə never olmaz. Qalır Y variant doğru cavabımız. Sonra burada bir test gördüm uşaqlar. B-də nə dedim? Deməli, neyzə ilə nor olmalıdır.
Sonra uşaqlar 6 sadədir, amma yenə də bəlkə də düşə bilər. İnkar cümlədir. Biz dedik ki, so-la inkar cavab vermək olmaz. Çünki so özündən əvvəl necə şey istəyirdi? Təsdiq cümlə, elə deyil. To-la inkara cavab vermək olmaz. Çıxdınız bunu. A, S, Y arasında qalanda uşaqlar A-la Y-ni çıxıram. Niyə görə? Bayaq dedim. Aha, quruluşu səhv uşaqlar. Mikrofonunuzu bağlayın zəhmət olmasa. Neysə I, neysə she olmaz. Köməkçi fe'l hara girməlidir? Ortaya girməlidir. Bəli. Hə, gedəcək sonra. Bircə saniyə gözləyin. Yox, əslində indi mən də bitirəcəm. Bir dərsim var. Sadəcə bir dənə gözləyin, bir göstərəcəm sizə. Yox, bitəcək, narahat olun. Sadəcə bir sual da göstərim, çıxın. Bir sual, amma 3 dənə. Bəli, bəli. Reading, listening, iki reading olur, bir listening olur, bir də başqa nə düşürdü sonra? O ikisi də uşaq şeydə leksikadır. Mən onu da qrammatikadan saymıram. Elə onu da şey leksikaya. Bəli. Ona baxın uşaqlar. Readingdə sizin söz bazanızdan asılıdır da dostlar. Gərək söz bazanız olsun ki, qəşəng yazasınız. Onu uyğunlaşdırmaq biraz çətindir. Bəli, B variantı. B-dir, çünki Neyzə Norun nəyi olmalıdır burada? Artikel olmalıdır. Getdi öz işinə. C-də yenə artikel yoxdur. D ümumiyyətlə inkar deyil. Not only but also cümləni inkara çevirmədi. Y-də problem nədir uşaqlar? Y-də no-dan sonra artikel. Bəli. Ümumiyyətlə no-dan və no oradan sonra yadda saxlayın. Artikel olmur. Amma yerdə qalan digər bağlayıcılarla artikel verilə bilər. Ona görə doğru cavab kimi B-ni götürürəm. Bir daha deyirəm, bu da son cümləm olsun. No oradan sonra artikel gəlmir, no oradan sonra. Amma digər bağlayıcılarda isim sayılan təkdirsə, mütləq artikel olmalıdır. Belə. Yəni gözlüyüm bunda